Hər vaxtınız xeyir. Bugün çoxluqlar bölməsinə aid 70, 71, 72 bu tip tapşırıqların rahat həll üsulunu deyəcəm. İnanıram ki, hər kəsə aydın olacaq, qaranlıq yer qalmayacaq. Bu əslində düsturda var. Mən düstur tərəfdarı deyirəm. Əsas anlamadır. Gəlin baxın, bura x verək, kəşməni y verək. B çoxluğunu yox ha, bax bu hissəni isə z verək. Bu x də A çoxluğu deyil ha. Bax bu x, bax bu hissədir. Yəni kəşmədən sol tərəfdə olan. Yaxşı, indi bunları biz x, y verdik. Bizə nə deyildi? N A çoxluğu 7. A çoxluğu hansıdır bax? X, y ikisi birlikdədir, elədir. Yazıram x üstəgəl y bərabərdir 7. Bildiyimiz hala gətirirəm də, çoxluğu bildiyimiz hala gətirirəm. NB isə, NB də nədir? Bax budur. Y üstəgəl z. Aydındır mı? Bərabərdir, bu da 12-yə. Aynən B-nin birləşməsi 17-dir. Birləşmə nədir? Bunların hamısı. Bunların hamısı nədir? Nə görürük burada? X, Y, Z. Bəli, yazıram. X üstəgəl, Y üstəgəl, Z. Bərabər nəyə? 10-a. Kəşməni istəyir. Kəşmə də nədir? Y-dir. Y bərabərdir sual. Gəlin görək burada neyə bilərik. Bunu mən sistem kimi tərəf-tərəfə toplayaram. Onlar x üzərinə gəl y, üzərinə gəl z, üzərinə gəl y. Bərabər nəyə? 19-a. Bax, burada 2 dənə y, x üstə gəl z. Bunu da mən 2y yazsam, misalı görməyəcəm. Çünki burada aşağıda x üstə gəl, y üstə gəl, z cəmi veribdir. X üstə gəl, y üstə gəl, z cəmin yerinə mən nə yazacağam? 17. Yazıram, aşağıda yazıram. 17 üzərinə gəlirəm y. Bax buradan. Bərabər nəyə? 19-a. Y də bərabərmiş nəyə? 2-yə. Bu qədər bəsit. Kəşməni istəyir. Kəşmə də deməli y idi, o da 2. Cavab D variantı. Gəlin indi 71-ci tapşırığa baxaq. Yenə Euler diaqramı çəkirəm. Deməli, bura A, bura B. Yenə bax x, kəşməni y, buranı da biz z deyək. NA 10-dur. NA yəni A-nın elementləridir. A-nın elementləri nədir? X üstəgəl y bərabər verir bizə nə? 10. İndi NB 8. NB nədir? Bax budur. Bax bu. Bu nədir? Bu nə alır? Y ilə z-in cəmi. Y üstəgəl z bərabərdir 8-ə. İndi bizdən A ilə B-nin kəşməsi. Kəşmə nədir? Kəşmə bunun hamısıdır. Yəni, x üzərinə gəl, y üzərinə gəl, z bərabərdir nəyə? 71 yazıram, 15-ə. Kəşməni istəyir bizdən, yəni y bərabərdir sual. Bunu yenə tərəf-tərəfə toplayaram. Tərəf-tərəfə, lap elə yazmıram. Heç tərəf-tərəfə toplaram. Bunu da başqa üsulla deyəcəm. Bax, burada x üstəgəl y cəmi 10 verir. Burada mən x üstəgəl y-in yerinə 10 yazaram. 10 üstəgəl z bərabər nəyə? 15-ə. Z də bərabərdir. Toplanan cəm. 15-dən 10-a çıxıram. Eləyir 5. Z-i 5 tapmışam. Gətirib burada yerinə qoyuram. Z-in 5-dir. Y lazımdır bizə. Y üstəgəl 5 bərabərdir 8. Y də bərabər 8-dən 5 çıxıram 3. Bu qədər bəsit. Bayaqki üsuldansa bu üsul daha rahatdır. A variantı. Yəni hər iki üsulu deyirəm ki, hansı rahatdır, onunla da işləyəsiniz. Gəldik 72-ci suala. Yenə Euler diaqramı çəkirəm 72-də. Yenə bax, x, y, z. Başqa işim yoxdur. Bunları yazıram. NA 12. Yenə bax, NA-ya nə daxildir? X üstəgəl y. Adətənliyə gətirirəm də. Bərabərdir. 72 yazıram. 12. NB. Yenə NB nədir? Y, z. Bax, NB yəni B-nin yumrusu. Y üzərinə gəlirəm. Z bərabərdir. 72-də, 9. A ilə B-nin birləşməsi. Birləşmə nədir? Bunların hamısı. X üzərinə gəl. Y üzərinə gəl. Z bərabərdir nəyə? 16-ya. A ilə B-nin kəşməsi, yəni Y bərabərdir sual. Yenə bax, x üstəgəl y bizə verib nədir? 12-dir. Burada x üstəgəl y-in yerinə 12 yazaram. Onlar belə, bu belə ox qoymuş qarışmasın. 12 üzərinə gəl. Z bərabər nəyə? 16-ya. Z də bərabərdir. Toplanan cəm. 16-dan 12 çıxaram. 4. İndi
Bizdə y lazımdır. Burada bax z-i bilirəm 4-dür. Gətirib yerinə qoyuram. Yazıram y üstəgəl z-in yerinə 4 yazacağam. Bərabərdir 9-a. Y də bərabərdir 9-dan 4 çıxaram 5. Deməli y-in qiyməti lazım idi. O da cavab 5. B variantı. Gəldik 73-cü suala. Deməli, yenə Euler diaqramını çəkirəm. X, Y, Z. Bu A, bu da B. 73-cü sual. Bura yazım ki, bilim nə işləyirəm. N A 9-dur. A-nın elementləri nədir? Yəni A-nın yumrusu nədir? X üstəgəl Y. X üstəgəl Y bərabərdir nəyə? 9-a. N B 10-dur. N B nədir? Y üstəgəl Z. Yumrusundan baxıram görüm hansıları alır. Y üstəgəl Z bərabər nəyə? 10-a. A ilə B-nin kəşməsi. Bu səfər indi kəşməni verib. Yəni Y-ə. Y bərabərdir 2-yə. A ilə B-nin birləşməsini istəyir. Bizdən indi X üstəgəl Y üstəgəl Z-in cəmini istəyir. Yaxşı. Burada bax Y-i 2 bilirəm də veribdir. Gətirib birinci burada yerinə qoyaram. X-i taparam. X üzərinə gəl. Y-in yerinə 2 yazıram. Bərabərdir 9. X bərabərdir 7-yə. X-i tapdım. Y var. Birləşmədə 3-ü də lazımdır. İndi Z-i tapmalıyım. Z-i bax burada qoyacağım. Y-im nədir? 2. 2 üzərinə gəl. Z bərabərdir 10-a. Z də bərabər nəyə? 8-ə. Aha, əlimdə Z də var. X də var. Y də var. Bu birləşmə istəyir. Birləşmədə nədir? X, Y, Z. 3-ü də. X üzərinə gəl. Y üzərinə gəl. Z bərabərdir. X-im 7. Y-im 2. Z-im isə 8. Eləyir cavab 17. Maraqlıdır. Bu üsul daha rahatdır. Getdik 74-cü suala. Yenə Euler diaqramını çəkirəm. Biraz balaca çəkəcəm. X, Y, Z. A, bu da B. 74. A 7-dir. Yenə bax, X üstəgəl Y bərabərdir 7-yə. NB 13-dür. B nədir? Y üstəgəl Z bərabərdir 13-ə. A ilə B-nin kəşməsi. Kəşmədə bax, bu hissədir. Y bərabər nəyə? 4-ə. İndi bizdən A birləşmə B-ni istəyirəm. Birləşmə nədir? Yəni bunların hamısı. X üzərinə gəl, Y üzərinə gəl, Z cəmini istəyir. Bərabərdir sual. İndi baxıram, bax burada Y 4-dür. Burada Y 4 bilirəm də, verib aşağıda. Buna görə mən X-i taparam mı? Yazaram X üstəgəl Y-in yerinə 4 yazıram. Bu da 7. X bərabərdir 7-dən 4 çıxaram 3. Gətirib indi aşağıda da yenə bax Y var əlimdə. Z yoxdur. Yenə Y-in yerinə 4 yazaram. 4 üstəgəl Z bərabərdir 13-ə. Z də bərabər 13-dən 4 çıxsam nə qalar? 9. Qutar getdi. Bax 3-ü də əlimdə var. X də, Z də, Y də. Bizdən də elə X, Y, yəni birləşməni istəyir. Yazaram. X üzərinə gəl, Y üzərinə gəl, Z bərabərdir. X-in yerinə 3 yazaram. Y-in yerinə 4, Z-in yerinə isə 9. Bununla bu 7 eləyir 16. Cavab Y variantı. Davam edək 75-ci. 75, 76, 77, 78 artıq ayrı tipdir. Gəlin 77, 78 ayrı tipdir. Gəlin onlardan da birini eləyək. Yenə A, B. Bu neçənci sualdır? 77. 77. Yenə bax. X, Y, bu da Z. NA, A-nın yəni elementləri X üstəgəl Y. Bərabərdir 20-yə. Birləşmə 31. Birləşmə nədir? Bu 3-ü. X üzərinə gəl, Y üzərinə gəl, Z bərabərdir nəyə? 30-a. Kəsişməndə 7 verib. Kəsişmə nədir? Y. Y bərabərdir 7. Bizdə NB-ni istəyir. NB nədir? Y üstəgəl Z-dir də. Yəni NB B-nin elementləri. Bu bərabərdir sual. İndi baxaq. Baxın burada X üstəgəl Y-i veribmi 20. Burada gətirib X üstəgəl Y-in yerinə 20 yazaram. Olar belə. 20, qoy belə ox qoyum. 20 üstəgəl Z-i bilmirəm. Bərabərdir 30-a. Z bərabərdir toplanan cəm.
Cəmdən mənim toplanan çıxıram. 30 çıx 20. Z bərabər nəyə? 10-a. Z də var əlimdə, Y də var. Y öz verib kəşmə. Bizdən B-nin elementləri. B-nin elementləri nə idi? Y üstə gəl Z. Y-im 7, Z-im də 10. Cəmi nə verir bizə? 17. 77-də cavab A variantı. Gəlin bir dənə də 78-i eləyim, yekunlaşdırım. 78. 78. Yenə eyilir diaqramını çəkirəm. Yenə bu A, bu B. Bura X, bura Y, burada Z. 78. Burada NA 18. A-nın elementləri nədir və A-nın yumrusu? X üzərinə gəlirik. Y bərabərdir 18-ə. A ilə B-nin birləşməsi 26. Birləşmə 3-dür də. X üzərinə gəl, Y üzərinə gəl, Z bərabər nəyə? 26-ya. Kəsişməni də verib 5. Kəsişmə də nədir? Y-dir. Y bərabərdir 5. Kəsişmə bax bu hissədir. NB-ni istəyir. NB nədir? Y üstə gəl, Z cəmini istəyir. Sual. Baxıram misalına, görüm əlimdə nə var, nə veribdir. Bax, X üstə gəl, Y verib 18. Burada X üstə gəl, Y-in yeni mən 18 yazaram mı? Bəli, niyə yazmayayım ki? X üstə gəl, Y-in yeni 18 yazdım. Üzərinə gəl, bir dənə Z qaldı, bərabərdir 26-ya. Z də bərabərdir 26 çıx 18. Z bərabərdir elədir 8. İndi əlimdə Y var, Z var. B-nin elementi istəyir. B-nin elementi ilə Y üstə gəl, Z deyilmi? Yazıram 5 üstə gəl. Z-in də yenə 8, o da eləyir 13. Cavab D variantı 78-də. Bu qədər diqqətiniz üçün təşəkkürlər.